Vyacheslav Volodin, Rusiya Dövlət Dumasının sədri, Bundestag prezidenti Julia Klaşnerə və fraksiya liderlərinə mesaj ünvanlayıb. O bildirib ki, Almaniyanın Ukraynaya hərbi texnika və silah verməsi, həmçinin bu silahların mülki əhaliyə qarşı istifadəsi Moskva ilə Berlin arasında ciddi qarşıdurma üçün zəmin yaradı. Volodin qeyd edib ki, Berlinin Ukraynaya Leopard tankları və digər silahlar göndərməsi 2-ci Dünya müharibəsindən sonra ilk dəfədir ki, Almaniya istehsalı avadanlıq Rusiya ərazisində peyda olur. Almaniya hökuməti Ukraynanı Taurus uzaq mənzilli raketlərlə təmin etməyi düşünür. Lakin Ukraynanın bu silahları istifadə etmək üçün hərbi təcrübəsi yoxdur. Bu raketlər istifadə olunarsa, əslində Alman zabitləri tərəfindən Rusiya hədəflərinə atılacaqlar, dedi. Dövlət Dumasının sədri vurğuladı ki, bu addımlarla Almaniya rəhbərliyi ölkəni bir daha Rusiya ilə hərbi qarşıdurmaya sürükləyir. Alman xalqının belə bir qarşıdurma üçün mandatı varmı? Deyə Julia Klaşnerə müraciətində bildirib. Dumanın mətbuat xidməti bildirdi ki, Volodinin mesajı kansler Friedrich Merzin 2-ci Dünya müharibəsinin nəticələri ilə bağlı söylədiyi fikirlərdən sonra verilib. Mesaj Almaniya kanslerinin ABŞ-da etdiyi ikinli açıqlamalarla bağlı idi. Biz 2-ci Dünya müharibəsinin nəticələri haqqında danışarkən nasizm üzərində qələbə tarixini təhrif etdi. Volodinin fikrincə Merz yaddaşını təzələməli və Zelenski rejimini haqq qazandırmağı dayandırmalıdır. Daha əvvəl Ağ Evdə ABŞ prezidenti Donald Trumpla görüşdə Merz, Ukrayna münaqişəsi kontekstində, yəni müttəfiq qüvvələrin 6 iyun 1944-cü ildə Normandiyaya enməsinin ildönümünü və ABŞ-ın bu əməliyyatdakı rolunu xatırlatdı. Cavabında Trump bunun Almaniya üçün böyük bir gün olmadığını qeyd etdi. Rusiya Dövlət Dumasının sədri Vyacheslav Volodin Bundestag prezidenti Yulia Kröklerə müraciət edib. O bildirib ki, Almaniyanın Ukraynaya hərbi texnika və silah ötürməsi, onların mülki əhaliyə qarşı istifadəsi Moskva ilə Berlin arasında ciddi qarşıdurma yaradı. Volodin əlavə edib ki, əgər Taurus raketləri Alman zabitləri tərəfindən atılsa, bu Almaniyanı Rusiya ilə müharibəyə cəlb edəcək. Bu müraciət Almaniya kansleri Friedrich Merzin 2-ci Dünya müharibəsinin nəticələri barədə ABŞ-da etdiyi sinsi bəyanatlarından sonra verilib. Volodin, Merzin yaddaşını təzələməli olduğunu qeyd edib. Rusiya yay hücumu davam edərkən Ukrayna şəhərləri həlledici döyüşə hazırlaşır. Z Ekonomistin Ukrayna kəşfiyyatına istinadən verdiyi məlumata görə Rusiyanın yay kampanyasının əsas mərkəzləri Donbas regionunda Konstantinovka və Pokrovsk olacaq. Həmçinin qeyd olunur ki, Suma vilayətində də vəziyyət həyəcan vericidir. Burada 50 minə yaxın Rusiya əskəri cəmləşib və regional mərkəzə doğru yavaş-yavaş irəliləyir. Bildirilir ki, tam miqyaslı müharibənin əvvəlindən bəri ilk dəfədir ki, Rusiya Federasiyası şimalda Donbasdakı ilə demək olar ki, eyni uğuru qazanır. Bu isə qismən pilotsuz təyyarə hücumları üçün nəzərdə tutulmayan zəif istehkamlarla bağlıdır. Ukrayna hərbçiləri güman edirlər ki, Sumu vilayətində bufer zonası yaradıldıqdan sonra Rusiya yenidən Donbas və Zaporojye istiqamətinə diqqət yetirəcək, tükəndirici müharibəni davam etdirəcək. Eyni zamanda məqalədə deyilir ki, cəbhədə 3 ildə Rusiyanın xeyrinə heç bir strateji dəyişiklik baş verməyib. Ukrayna mənbələri bildirir ki, Rusiya zabitləri hazırki hücumu Ukraynanın iradəsini sındırmaq üçün son təkan adlandırırlar. Tayfun Pua elit bölməsinin komandiri Mikhail Kmetyukun sözlərinə görə Rusiya belə əməliyyatlara yalnız əskərlərinə qənaət etmədiyi üçün icazə verir. 10 Rusiya işğalçısından 8-i ölür, lakin səfərbərə edilmiş əskər dalğaları bitmir. Çünki Rusiya Federasiyası hər ay Ukraynadan 10-15 min nəfər çox insan cəlb edir. Eyni zamanda Rusiya insanları maddi cəhətdən müharibəyə getməyə həvəsləndirir. Ukrayna isə məcburi səfərbərliyə arxalanır. Ekonomistin yazır ki, Rusiya üçün hücumun uğurlu olacağına dair şübhələr var. Çünki Rusiyanın kiçik qruplarla döyüşməsinin spesifik xüsusiyyətlərinə görə onların irəliləyişi yavaş və çox bahalıdır. Onların son böyük hücumu 2022-ci ilin mayında başa çatdı. 3 ildən artıqdır ki, Konstantinovkanı ala bilməyiblər. Biz hansı strategiyadan danışırıq ki, deyə xüsusi təyinatlı əskər və xalq deputatı Roman Kosenko bildirib. Tam miqyaslı müharibənin başlamasından 3 il 4 ay sonra Ukrayna hələ də cəbhəni saxlaya biləcəyinə inanır. Lakin qəzet yazır ki, Rusiya hücumunun ən ehtimal olunan nəticəsi Rusiya qoşunları üçün nə qələbə, nə də məğlubiyyət olacaq. Yalnız Rusiya diktatoru Vladimir Putinə xəritədəki dəyişikliyi uğur və müharibənin davam etdirilməsi üçün əsas kimi göstərmək imkanı verəcək. Onun hakimiyyətdə qalma taliyi bundan asılıdır. Z Ekonomistin güman edir ki, yay hücumu başa çatdıqdan sonra diplomatiya üçün bir pəncərə açıla bilər, lakin əlavə edir. Bu zəmanət verilmir. Rusların problemi itkilərə dözməyi bilmələridir. Bizim itkilərimiz daha azdır, lakin onlara daha güclü hiss edirik, deyə Konstantinovka şəhərinin polis rəisi Dmitri Kiryapkin bildirib.
ABŞ prezidenti Donald Trampın getdikcə sülhməramlıq rolundan uzaqlaşdığı bir vaxtda Ukrayna öz kəşfiyyat xidmətlərinə heç vaxt olmadığı qədər çox ehtiyac duyub. Bu fikri Washington Postun köşə yazarı David Ignatius Ukraynanın çirkli müharibəsi indi başlayır adlı məqaləsində ifadə edir. Onun kəşfiyyat mənbələrinin bildirdiyinə görə, Ukrayna xüsusi xidmət orqanları artıq Moskvaya qarşı yeni və mürəkkəb əməliyyatlara hazırlaşır. Jurnalist qeyd edir ki, hər iki tərəf mövqelərin donduğu hərəkətsiz durğunluq dövrünü qırmaq istəyir və Ukrayna Təhlükəsizlik Xidmətinin hörümçək toru əməliyyatı bu yöndə cəsarətli bir cəhd idi. Tam miqyaslı müharibə şəraitində Ukrayna Təhlükəsizlik Xidmətinin və Hərbi Kəşfiyyat Baş İdarəsi Ukrayna xüsusi təyinatlılarının şüarını həyata keçirir, mən sənin dalınca gəlirəm. Ignatius bu qurumları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Rusiya Federal Təhlükəsizlik Xidməti ilə müqayisə edir və aralarında ciddi rəqabət olduğunu vurğulayır. Jurnalist xatırladı ki, uzun illər Ukrayna Təhlükəsizlik Xidmətinin də Rus agentlərinin çoxlu olması ilə bağlı ittihamlar olub, lakin Rusiyanın strateji aviasiyasının məhv edilməsi əməliyyatı tam məxfi saxlanılıb. Onun kəşfiyyat mənbələrinin məlumatına görə xidmətin rəhbəri Vasil Malyuk bu əməliyyat barədə yalnız Prezident Volodimir Zelenskini məlumatlandırıb, hökumətin digər yüksək vəzifəli üzvləri isə bu haqda xəbərsiz olub. Hətta Malyukun əsas müavini belə əməliyyatdan məlumatlı olmayıb. Müharibənin ön cəbhəsi Ukraynada dronlar və artilleriya ilə dolu cəhənnəmə çevrilmiş qalacaq. Amma gizli əməliyyatlar cəbhədən kənarda çirkli müharibəyə çevrilə bilər. Daha çox hədəfli sui-qəsdlər, diversiyalar və Ukraynaya və Rusiyaya silah tədarik edən ölkələrə qarşı hücumlar baş verə bilər, deyə Ignatius qeyd edir. Xəbər verildiyi kimi, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya qarşı təsirli dron hücumu həyata keçirib, hörümçək toru əməliyyatı çərçivəsində birdən çox kamikadze dronu hərbi hava bazalarını vurub. Dronlar gizli qurğularla təchiz olunmuş yük maşınları ilə Rusiyaya daşınıb. Nəticədə təxminən 40 strateji təyyarə məhv edilib ki, bu da Rusiya Federasiyasının strateji daşıyıcı təyyarə donanmasının 1/3 deməkdir. Əməliyyat bir il yarım ərzində hazırlanıb və Rusiya Federal Təhlükəsizlik Xidmətinin burnunun ucunda həyata keçirilib. Analitiklər bu əməliyyatın gələcək müharibə qaydalarını dəyişə biləcəyini və dronlardan dərin zərbələr üçün istifadədə yeni president yaradacağını bildirirlər. Bundan əlavə, yaxın günlərdə Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü 3-cü dəfə vurub. Bu dəfə körpünün dayaqlarının altına yerləşdirilmiş sualtı partlayıcı qurğularla unikal əməliyyat həyata keçirilib. Ukrayna Təhlükəsizlik Xidmətinin agentləri bu xüsusi əməliyyata bir neçə ay hazırlaşıb və bu müddətdə körpünün altındakı dəniz dibinə partlayıcılar yerləşdirilib. Ümumi partlayıcı güc 1100 kiloqram trotil ekvivalentində olub.